Azərbaycanda ümumiyyətlə Vaşinqton sammiti, onun dəyərləndirilməsi istiqamətində bir çox analitik təhlillər, sujetlər də gedir. Günün də əsas xəbərlərindən biri Ermənistanın baş nazirinin Azərbaycan prezidentinə etdiyi telefon zəngi idi. Bu telefon zəngində toxunulan əsas məsələlər haqqında söhbətin əsas mövzuları Vaşinqtonda keçirilmiş sülh sammitinin 1-ci ildönümünün qeyd edilməsi, sülh prosesinin irəliləməsində Prezident Donald Trumpın və ABŞ hökumətinin rolu, əlbəttə ki, iqtisadi, ticari əlaqələrin inkişafı, söhbət Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətə daşınması, ən əsası isə Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq trip marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparılıbdır. Biz elə həmin xəritəni bir daha detallı göstəririk. Trip marşrutu dedikdə nə nəzərdə tutulur? Sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, bağlantıların, iqtisadi əməkdaşlığın təmin olunmasının vacibliyi qeyd edilibdir. Və sözsüz ki, bu telefon danışığının həm də tarixi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan tərəfinin məhz iradəsi ilə, yaratdığı reallıqla Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının prezidentinin şahidliyi ilə təsdiqlənən paraflanmış sülh sazişi artıq özünün effektiv nəticəsini göstərir. Qarşıda isə yeni hədəflər var və mən istərdim biz Azərbaycan prezidentindən Ermənistanın baş naziri arasında olan telefon bağlantısının əsas statlarına bir də diqqət yetirək. Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, sülh faydalanma konkret təzahürünü olduğu kimi vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana, Ermənistandan da digər istiqamətlərə daşınması. Bax, bu önəmli bir məsələdir. Çünki Azərbaycan məhsulları Azərbaycan üzərindən Ermənistana müxtəlif məhsullar gəlir. Həm xarici ölkələrdən, həm də Azərbaycan neft məhsulları, sürtkü yağları və s. aparılır. Lakin hələlik Ermənistan üzərindən digər ölkələrə, söhbət əlbəttə ki, Türkiyədən gedir. Nəqliyyat şəbəkəsi qurulmayıb, işləmir və bunun üçün də vacib şərtlər var ki, onu Ermənistan tərəfi icra etməlidir. Həmçinin növbəti statata diqqət yetirək. Bu da önəmli məsələdir. Tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq trip marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Əslində biz neçə gündür bu məsələni müzakirə edirik, çünki çox önəmli bir məsələdir. Trip marşrutu ilə bağlı həm Rusiyanın, həm İranın narahatlığı kontekstində Ermənistanda bir mövqe dəyişikliyi və yaxud da hansısa çəkinmələr olub-olmadığını bilmək istəyirdik və elə görünən də budur ki, telefon danışığında bir daha bu məsələnin vurğulanması sözsüz ki, bu layihənin artıq geriyə dönməz olduğunu bir daha təsdiqləmiş oldu. Və sözsüz ki, bu telefon danışığında mən istərdim növbəti statada bir nəzər yetirək. Bu da önəmli məsələlərdən biridir. Tərəflər sülh prosesinin irələdilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bax, bu həm də ona görə önəmli məsələdir ki, Azərbaycan bu paraflanmış sülh sazişinin tam bərabər bir sənədə, hüquqi sənədə çevrilməsinə bu dəqiqədə hazırdır. Amma Ermənistanın üzərinə götürdüyü ciddi öhdəliklər var və yalnız o öhdəliklərin icrasından sonra bax, bu sənəd daha böyük bir sülh müqaviləsinə çevrilə bilər. Regiona, əsasən də Ermənistana sözün böyük mənasında faydalar gətirə bilər. Sülhlə bərabər həm də iqtisadi inkişaf gətirə bilər. Biz də səbirsizliklə bugünü gözləyirik. Ümumiyyətlə, Vaşinqton sammiti və onun detallarını biz bugün veriliş ərzində yenə sizinlə müzakirə edəcəyik.